Amma kuklada qırığım var da. Aləm dəyib bir-birinə. Niyə? Düzgün kontrol yoxdur. Hamı bilmir. Eyni işin dalıyca gedir. Belə mətbəxdə bir dənə gözəl söz var, unutmayın ki, deyir, başınızı işlədin, ayağınız yorulmasın. Bir şeyin dalıyca 5 dəfə getməyin. Gedirsinizsə mükəmməl hər bir şeyə baxın. Məsələn, xaldinkə girdin, sənə bir dənə göbələk lazımdır, düzdürmü? Baxın, xaldinkin içində yox da biz. Eyni ilə də buna da baxın, pomidora. Pendirə də baxın, kökə də baxın. Səbəb bilirsiniz nəyə görədir? Ki, sən burada nəsə hazırlayanda, sənə kök lazım olanda məlumatın olsun ki, mənim orada köküm var pendirin arxasında. Başa düşdün? Yəni, ümumiyyətlə, tək mətbəx iaşə restorana aid deyil. Ümumi həyatda da kömək eləyir ki, belə baxış yox, bütöv baxışla gəlmək lazımdır. Yenə də deyirəm, mətbəxə girəndə tək göbələk, toyuq, buna, hamısına bir dənə baxın. Ola bilər səndən qabaqçı sənin iş yoldaşın unu da bu iylənmiş vəziyyətdə qoyar ora. Bu xarab olmuş, ağzı açıq vəziyyətdə qoya bilər ona. Axırıncı sən çıxmısan xaladenkdən, başa düşdün? Əla götür, gətir, strecini dəyiş, tarixini vur, apar abratını qoy yerinə. Ola bilər səndən qabaqçı iş yoldaşın təcili olub, biraz tələsib də, bunu bağlaya bilməyib, başa düşdünmü? Sonda səndən nöqsan tutanda bunu soruşurlar birincinə, axırıncı kim çıxıb xaladenkdən və axırıncıda sən çıxmısan. Sən çıxmısan. Sən onu necə, ya iş yoldaşı deməli sən ki, yox məndən deyil, o eləydi. Artıq son nöqtənin səndədir, sən çıxmısan xaladenkdən, başa düşdün? Onu nəzərə alın.